meydana bir adam çıxır, Aşura günü, meydana bir cavan çıxır, İmam Hüseyin nə deyir? Deyir, ilahi, bu indi meydana çıxan cavan, həm görünüşündə, həm əxlaqında, həm danışığında eyni Peyğəmbərdir. Bir böyük alim vardı, qəşəng bir sözü vardı. Deyirdi ki, bunun mənası odur ki, o dəstək ora cəm olmuşdu ya, İmam Hüseynin qarşısına. Əgər Peyğəmbər də o dövrdə yaşasaydı, onlar Peyğəmbərə də əl qaldıracaqdılar. Allah bu mənanı Əli Əkbərin simasında başa saldı bütün insanlara. Görünüşündə də, əxlaqında da, danışığında da eyni Peyğəmbərin bənzəri idi Əli Əkbər. Amma ona da əl qaldırdılar. Fikir verin, görün insan nə qədər azğınlaşır. O Peyğəmbərin adın, qıldığı namazda adını çəkir, onun eyni bənzərin öldürməyə gəlir və öldürür də, şəhid deyilir. Fikir verin. Əli Əkbərin müsibəti çox ağır müsibətdir, böyük müsibətdir. Özə təkcə İmam Hüseynə yox, bütün xeymədə olanlara. Əli Əkbər meydana gedəndə hətta xeymədəki qadınlar, bilirsiniz nə dedilər? Dedilər, Əli Əkbəri biz demişik də, böyük Əli ki, ayraydı. İmam Hüseyin oğlanların adını Əli qoyub. 4-cü imamın da adı Əlidir, Əli Əkbərin də adı Əlidir, Əli Əsxərin də adı Əlidir. O Əli qoyub. İmam Hüseyin deməyib Əli Əkbər. Sonra biz insanlar ayırmaqdan ötürü deyiblər, bu böyük oğlan Əli, bu orta Əli, bu axırıncı Əli. Onu biz əlavə eləmişik, Əsxər, Əkbər. O Əli qoyub. İmam Həzrət Əli Əkbər meydana gedəndə deyir, qadınlar xeymədə belə dedilər. Dedilər ki, Əli, İrhəm qurbətəna, bizim qəribliyimizə rəhm elə, getmə. Bizim qəribliyimizə rəhm elə, getmə. Niyə? Deyir, çünki biz ürəyimiz sıxılanda, darıxanda, dərdimiz, qəmimiz böyüyəndə sənə baxırdıq, təsəlli tapırdıq. Nə simadır bu sima, nə nuraniyyətdir bu nuraniyyət. Onun simasına, üzünə baxmaq dərdi azaldır, qəmi azaldır. Ona görə Əli Əkbərin müsibəti, deyirəm, hamıya ağır idi, bütün xeymədəkilərə. Amma ən çox kimə ağırdı? Məlumdur ki, atası İmam Hüseyin əleyhissalama. Ən çox kimə ağır idi? Məlumdur ki, anası Leyla xanıma. İlahi, heç ata-ananın qəlbinə cavan dağı vurma. Mən şəhid atalarından da üzr istəyirəm. Mən cavanın əldən verənlərdən də üzr istəyirəm. Bir ərəb deyir, mənim yolum Mədinə küçələrinə düşdü. Bir evdən deyir, elə nalə səsi eşitdim. Bir qadının nalə səsini evdən elə eşitdim. Kitab necə yazıb elə deyirəm. Kim istəsəz göstərim sənədin. Mədinənin bir evindən deyir, elə nalə səsi gəlirdi. Mən dəvənin üstündə gəzirdim, ərəb deyir, Mədinə küçələrində. Deyir, o nalə səsinə o süvar olduğum dəvə belə dizlərin qoydu yerə. Elə nalə çəkirdi. Soruşdum, limən hədihid-dar, bu ev kimindir? Dedilər, qutilə sahibuha. Evin sahibi şəhid olub. Dedim, bəs bu qadın kimdir nalə çəkir? Dedilər, o Əli Əkbərin anası Leyla xanımdır. Və hər gün belədir. Hər gün belədir. Hər gün belədir. O mən la yəhsuruhul fəqih kitabında var bu. Deyir, İmam Sadiq əleyhissalamdan biri soruşdu. Dedi, Peyğəmbər balası, bir insan üçün bu dünya neymətlərinin içərisində ən gözəl neymət nədir? Dedi, onun bir cavanı ola, onun qabağında, qarşısında yeriyə, o da tamaşa eləyə. Bundan böyük neymət yoxdur. Soruşan dedi, İmam Sadiq əleyhissalama, Peyğəmbər balası və bir insan üçün dünyada ən ağır müsibət nədir? Dedi, elə həmən o cavanı əlindən vermək. Bu ən ağır dərddir. Əli Əkbər meydana getdi, cəddi Əli kimi şücaət göstərdi.
Əli Əkbərin şücaəti uzun illər qəbilələr nəsil bə nəsil bir-birlərinə danışırdılar ki, Əli Əkbərin Kərbəlada göstərdiyi şücaəti. İmam Hüseyin də dayanıb təllin üstündən baxır. Xanımlar da ətrafında. Birdən İmam Hüseynin rəngi saraldı. Leyla xanım dedi ki, Hüseyin, oğlumuz Əliyə bir şey oldu. Dedi, yox, hələ sağdır, meydandadır. Amma onun qarşısına elə bir cəngavər çıxıb ki, Bəkir ibn Xanim. Qorxuram, Əli Əkbər cavandır, o təcrübəlidir. Leyla xanım, Allah ananın duasını övladı haqqında müstəcab eləyər. Get xeymələrə balamızı dua elə. Bu məşhur sözdür. Mən burada Əli Əkbər gecəsində elə analarımıza üzümü tutub deyirəm, nə bağda balalarınıza duanı kəsəsiz. Həmişə dua eləyin, həmişə. O, İmam Sadiqin bir bacısı vardı, Həkimə xanım. Onun 2 oğlu vardı, bir Məhəmməd, bir İbrahim. Məhəmməd Mənsur Dəvaniqinin zindanında ölmüşdü. İbrahim qalmışdı. İmam Sadiqin bacısı Həkimə xanım bütün meylin, məhəbbətin vurmuşdu İbrahimə. Da bir oğlu zindanda ölüb, bir dənə oğlu qalıb. Bütün məhəbbətin vermişdi ona. Günlərin birində İbrahim xəstələndə elə qaça-qaça gəldi İmam Sadiqin yanına. Dedi, qardaş, İmam Sadiqə, qardaş, İbrahim xəstələnib. İmam Sadiq dedi ki, bacı, Həkimə xanım, get əyləş, dəstəmaz al, 2 rükət namaz qıl, Allahdan istə. Allah ananın duasını övladın haqqında müstəcab edər. Bax, həmən sözü dedi. İmam Hüseyin əleyhissalam dedi ki, Leyla, get xeymiyə balamıza dua elə. Leyla xanım gəldi xeymiyə, əllərin qaldırdı göyə. Allahı əvvəl 2 dənə and verib. Mən deyirəm ki, bu andları Leyla xanım icad edib. Daha bundan qabaq belə and ola bilməzdi. Gör necə and verdi. Dedi, ilahi bi qurbətil Hüseyin. Dedi, ilahi səni and verirəm Hüseynin qəribliyinə. Dedi, ilahi bi ətəşil Hüseyin. Səni and verirəm Hüseynin susuzluğuna. Ya Rad Yusuf ila Yaqub. Ey Yusufu Yaquba çatdıran Allah, qovuşduran Allah, mənim balamı da mənə qovuşdur. Əli Əkbər Allahın izni ilə Bəkir ibn Xanimə qələbə çaldı. Gəldi, təllin qabağında bir atın sağa sürdü, bir sola sürdü. İmam Hüseyin təllin üstündədir, Əli Əkbər aşağıda. Atı ilə cövlan elədi, üzün tutdu İmam Hüseynə. Dedi, ata əl-ətəş, əl-ətəş. Zirehin ağırlığı yordu məni. Havanın istiliyi əldən saldı məni. Bir içim su olsa davam eləyərəm. İmam Hüseyin dedi ki, oğlu səbr elə. Səbr elə, az sonra cəddin Rəsulullah səni cənnət suyu ilə sirab eləyəcək. Əli Əkbər meydana qaydəndə İmam Hüseyin dedi, oğul Əli dayan, dayandı. Dedi, son dəfə get xeyməyə, ananla vidalaş. Anavın halı hal döyürdü. Əli Əkbər gəldi xeyməyə, nə görsə yaxşıdır. Gördü, bayaq dedim sizə, Leyla xanım dua eləyib, ağlayıb, qəşş eləyib. Qeyrətli oğul ananı belə görsə dözməz. Oturdu yerə, ananın başını qoydu dizi üstə. Anasının o halda görən Əli Əkbərin gözündən bir damla yaş düşdü Leyla xanımın üzünə. Leyla xanım gözlərini açdı, oğul Əli sənsən. Dedi mən. Dedi mən. Gəlmisən getmə. Orada Əli Əkbər bir söz dedi. Dedi, ana, Leyla xanım, istəmirsən ki, qiyamət günü nənəm Zəhranın qabağında fəxrlə deyəsən ki, oğlum Əlini, oğlum Hüseynə qurban verdim. Leyla xanım da bu sözdən sonra nə deyəsən? Dedi, get. Get. Amma oğlum Əli, xeymədə son dəfə istəyirəm qarşımda bir sağa, bir sola gedəsən. Əli Əkbər çıxdı meydana. Danışmışam sizə çox, bilirsiniz. Munqiz ibn Mərrə Əli Əkbərin kürəyindən bir neyzə sancdı. Əli Əkbər atın boynuna yıxıldı.
At onu saldı qoşun içinə. Ona görə ziyarətnaməsində var ha, salam olsun sənə ey tikə-tikə doğranan. Qoşunun ki arasına yaralı girdi Əli Əkbər, hər çatan Əli Əkbərə bir qılınc vurdu. İmam Hüseyin çatdı Əli Əkbərə. Orada bir dənə hadisə baş verib. Mən onu oxuyanda şəhid atası bir dənə yadıma düşdü. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bir daha bizə müharibə göstərməsin. Allah cavanları qorusun. Dəfn eləməyə hazırlaşırdı şəhidi. Atası diz üstə əyləşmişdi. Gördüm belə asta səslə. Mən çox yaxın idim deyə mən eşitdim. Deyir ki, oğul, nə qədər tezli dur gedək. Nə qədər tezli dur gedək. İmam Hüseyin gör nə inədir? Bir dənə buna bax. Bunu elə biləm deməmişəm sizə. Bu 25 ildə heç deməmişim. Əyildi, yanağın qoydu Əli Əkbərin yanağına. Bura qədər demişəm. Ardına bax. Dedi, oğul, bu dünyanın qəmindən qutardın. Bu dünyanın qəmindən qutardın. Amma atavın qəminin üstünə qəm gətirdin, oğul. Gördü Əli Əkbər sağa baxır, sola baxır, amma qəribə bir haldadır. Can verən ya özündən sonrakini düşünər, onun gününə ağlayar. Ya da ki, öz məqamın görər, xüsusilə də şəhid təbəssüm eləyər. İkisindən biri olar. Amma İmam Hüseyin gördü ki, Əli Əkbərdə ikisi də var. Sağa baxır, təbəssüm eləyir, sola baxır, ağlayır. Dedi, oğul, səni iki halda görürəm. Sağa baxıb təbəssüm elirsən, sola baxıb ağlayırsan. Dedi, bəli ata, sağa baxıram, görürəm cəddim Rəsulullah əyləşib əlində cənnət suyu ilə. Ona sevinirəm, təbəssüm edirəm. Amma sola baxıram, görürəm nənəm Zəhra əyləşib. Oğul, nənən Zəhra da gəlib. Oğul, nənən Zəhra sənin müsibətivə gəlib. Dedi, yox ata, o əyləşib yanımda, amma sənə baxır. Sənin hər gözündən axan yaşa deyir ki, oğlum Hüseyin var. Yaralandın ey şəhid Kərbəla, ölürəm hər ayımə gəl baba. Yaralandın ey şəhid Kərbəla, ölürəm hər ayımə gəl baba. Bu gələn qədəmlər və fəda, ölürəm hər ayımə gəl baba. Bu gələn qədəmlər və fəda, ölürəm hər ayımə gəl baba. Yetişib vücudimə oxsibəs, dağılıbdı sinə, batıb nəfəs. Yetişib vücudimə oxsibəs, dağılıbdı sinə, batıb nəfəs. Bu nəfəsdə ver mənə bircə səs, ölürəm hər ayımə gəl baba. Bu nəfəsdə ver mənə bircə səs, ölürəm hər ayımə gəl baba. Məndən de. Yaralandın ey şəhid Kərbəla, ölürəm hər ayımə gəl baba. Yaralandın ey
شهی کربلا ölürəm hər ay məcəl baba bu gələn qədəmlər və fəda ölürəm hər ay məcəl baba bu gələn qədəmlər və ölürəm baba bugün istisi bu ciğerde sus ateşin dem eder buruz bu ciğestisi bu cüderde sus ateşin dem eder buruz bedenim yaralı özüm susuz ölürəm hər ay məcəl baba bedenim yaralı üzüm susuz ölürəm hər ay məcəl baba yaralandın ey ucadan şəhi Kərbəla ölürəm hər ay məcəl baba yaralandın ey bu gələn qədəmləri və bu gələn qədəmləri və fəda ölürəm hər ay məcəl baba bu gələn qədəmləri və fəda məni qəsd edibdi gəlir əcəl Udu fikri də gedə əlbəl Məni qəsd edibdi gəlir əcəl Udu fikri də gedibdi əl O gəlincə sən başım üstə gəl Ölürəm hər ay məcəl baba O gəlincə sən başım üstə gəl Ölürəm hər ay məcəl baba Yaralandın ey şəhi Kərbəla Ölürəm hər ay məcəl baba Yaralandın ey Bu gələn qədəmlər və Baba bu gələn qədəmlər və fəda